Bismillahirrahmanirrahim. Salam əziz və hörmətli izləyicilərimiz. Salam əziz Azərbaycan xalqım. Allahın salamı bütün Allahı sevənlərin üzərinə olsun deyirəm inşallah. Mən bu günləri bildirmək istəyirəm ki, gördüyünüz bu məscid Yevlax rayon Aran 1 və Aran 2 və Yədili qəbirstanlığının Yədili cəmaatının Aran 1 və Aran 2 cəmaatının məscididir. Bunu hər kəs görür. Bütün möminlərdən, Allahı sevən namaz əhli, həccilərimizdən, şeyxlərimizdən, həcə gedib gələnlərimizdən, imkanlılarımızdan xahiş edib və müraciət etmək istəyirəm ki, kim Allahı sevir və imkanı olan bir şəxs varsa, Yevlax rayon Aran 1 qəsəbəsi qəbirstanlığına məxsus olan bu məscidin bərpasını əldə eləsin. Bərpa etsin. Biz də gələk bu məscidin daxilində, içərisində yönü qibləyə dayanıb inşallah Bismillah deyib namazımızı qılaq və fəxr edək ki, bizim də Yevlax rayon Aran 1 və Aran 2 qəsəbəsinin məscidi var. Həqiqi möminlər, həqiqi ibadət əhli əgər bu tikilib bərpa olunarsa, düzələrsə, həqiqətən möminlərin ibadət yeri olsun bura. Bu mənim xahişimdir. Mən bunun düzəlməsini, bu məscidin bərpa olunmasını, təmir olunmasını çox istəyərdim. O zamanlar yarımçıq qaldı, tikilmədi. Daha doğrusu tikilmişdi. Bəzi qurumlar o vaxt ləğv elətdirdilər buranı. Nəysə. Bir daha hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Və bütün Azərbaycan xalqının ibadət əhlinə, həccilərimizə, şeyxlərimizə, məşədilərimizə, Kəlbəlaya gedib gələnlərimizə, hər birisinə ayrı-ayrı öz minnətdarlığımı bildirib və müraciətimi edirəm. Və başqa hər hansı bir aidiyyəti qurumlar varsa, bu işə gücləri çatan, imkanları yetən insanlar varsa, buranın bərpasını unutmasınlar. Mən də söz verirəm ki, əgər bura düzələrsə, heç bir maaş, heç bir təmənna ummadan hər gün buranın təmizliyini, buranın qorunmasını öz öhdəliyimə götürürəm. Hörmətlə, Azərbaycan Respublikası Mərkəzi Aran Regional Yevlax Təşkilatının üzvü Məhəbbət Bayramov. Var olasınız. Hər birinizə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.